Və həmçinin Allah Azza və Cəllə kitab əhli haqqında, kitab əhlindən salihlər haqqında, kitab əhlindən, yəni iman edən şəxslər haqqında xəbər verir ki, onlar Quranı eşitdikləri zaman səcdəyə qapılırlar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında kitab əhlindən olanlar, salih kimsələr Quranın ayələrini eşidən kimi dərhal təslimiyyət göstərirdilər. Və bunu Allah Azza və Cəllə öz kitabında xəbər verir. Buyurur ki, Allah Azza və Cəllə, bunlar İsra surəsindən olan ayələrdir. De, istər ona inanın, istərsə də inanmayın. Şübhəsiz ki, ondan öncə özlərinə elm verilmiş kimsələrə ayələr oxunduğu zaman üzü üstə səcdəyə qapanır. Rəbbimiz pak və müqəddəsdir, Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir, deyirlər. Onlar üzü üstə səcdəyə qapanıb ağlayır və bu ayələr onların Allahdan qorxusunu daha da artırır. Və həmçinin Allah Azza və Cəllə xəbər verir ki, əgər bu Quran dağa indirilsəydi, dağ parçalanardı. Allaha olan qorxusundan dağ parçalanardı. Və Allah Azza və Cəllə bu məsəli Quranın əzəmətinə dair olaraq misal çəkir. Buyurur ki, Allah Azza və Cəllə, لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. Ey Peyğəmbər, əgər biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik. Yəni Allah Azza və Cəllə insanlara çatdırır ki, gör bu Quran nə qədər əzəmətlidir. Bu dünyada özünə ən yaxın gördüyü ən əzəmətli şey nədir? Məhz dağlardır. Düzdür? Dağlar bu dünyadakı onu vahiməyə salan, onu təəccübləndirən məxluqlardandır. Düzdür? Dağlar, əzəmətli dağlar. Kiçik dağlardan getmir söhbət. Əzəmətli dağlar ki, insan onun başına çıxmaq üçün saatlarla yol qət edir və onun əzəmətini, onun dərinliyini, böyüklüyünü görəndə dəhşətə gəlir. Və Allah Azza və Cəllə onu misal çəkir. Yoxsa ki, Allahın qorxusundan bütün məxluqlar parça-parça olardı. Sadəcə insana misal çəkir ki, bax o dağ, o gördüyün o əzəmətli dağ, əgər Quran o dağlara endirilsəydi, o əzəmətli dağlara, insanın o görəndə vahiməyə düşdüyü dağlara parça-parça olardı. Parça-parça olardı. Bu Quranın əzəmətinə dair bir dəlildir. Həşr surəsi 21-ci ayədir. Və həmçinin qardaşlar, baxın, ən gözəl sözdür Quran. Bax, deyilən sözlərin içərisində, bilinən sözlərin içərisində ən gözəl söz Qurandır. Niyə? Allahın sözü. Əhsən. Çünki Allahın sözüdür. Allah gözəldir, Allah kamildir. Ən mükəmməl olandır. Ona görə də onun sözü ən gözəlidir. Sözün ən gözəli Qurandır. Quran da sözdür. Amma kimin sözü? Aləmlərin Rəbbi olan Allahın sözüdür. Allah Azza və Cəllə öz kamilliyinə, öz ucalığına layiq bir şəkildə danışandır. Və bu Quran Allahın kəlamıdır. Məxluq deyil. Allahın kəlamıdır. Vərəqlər, onun üzərindəki olan çernil, bunlar məxluqdur. Amma ifadə olunan o ayələr, o sözlər mənası, sözlərin özü də Allahın kəlamıdır. Allah Azza və Cəllə bu sözləri danışıb. Necə ki, Quran-ı Kərimdə ayə var, deyir, وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا. Allah Azza və Cəllə gerçək kəlmələrlə Musa ilə danışdı. Allah Azza və Cəllə danışandır. İstədiyi zaman, istədiyi formada danışandır. Öz ucalığına necə danışır? Öz ucalığına layiq bir şəkildə. O, öz kamilinə layiq bir şəkildə. Allah Azza və Cəllə heç bir məxluquna bənzəməz. لَيْسَ كَمِثْلِهِ شَيْءٍ وَهُوَ السَّمِعُ الْبَصِيرُ. Onun heç bir tayı bənzəri yoxdur. Və eşidəndir, görəndir. Eşitməsi var Allahın, görməsi var Allahın. Məxluqlarda da var eşitmə, görmə. Məxluqun ki naqisdir. Məxluqun ki məxluqa uyğun bir şəkildədir. Allah onu o cür yaradıb. Amma Allahın görməsi, Allahın eşitməsi öz ucalığına və kamilliyinə layiq bir şəkildədir. Heç bir şeyə bənzəmir Allah Azza və Cəllə. Ən kamildir, ən böyükdür, hər şeyi biləndir, ən qüdrətlidir, ən gözəldir. Bax, ən gözəl. Onun vəsifləri də gözəldir. Kəlamı da ən gözəldir. Görməsi də ən kamildir. Qüdrəti də ən qüdrətlidir. Eşitməsi də ən kamildir. Necə ola bilər ki, o hansısa bir məxluquna bənzəsin?
Allah Azze ve Celle özünə bənzər heç bir şey yaratmayıb. Onun heç bir tayı bərabəri də yoxdur. İxlas surəsində də oxuyuruq. Heç bir tayı bənzəri yoxdur. Amma eyni zamanda o eşidəndir, görəndir, biləndir, danışandır, ucalandır, ucadadır. Və bu sifətləri, bu Allahın feillərini biz təsdiq edirik. Necə ki Allah Azze ve Celle özü haqqında təsdiq eləyib, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem Allahı o cür vəsf eləyib, biz də o cür təsdiq edirik. Nə təhrif etmirik, nə bənzətmirik, nə eyniləşdirmirik, nə də inkar etmirik. Allahın özü haqqında xəbər verdiyi şey sən necə inkar eləyə bilərsən ki? Hansı cürətlə? Bu ancaq azğınlıqdan başqa bir şey deyil. Allah Azze ve Celle özü haqqında nəyi xəbər veribsə, biz də onu tam təslimiyyətlə təsdiq edirik. Heç bir bənzətmə etmirik, heç bir inkar etmirik, heç bir misilləmə etmirik. İnkar da etmirik, təhrif də etmirik. Necə Allah Azze ve Celle xəbər verib, o cürdə təsdiq edirik. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem Allah haqqında xəbər verib, o cürdə təsdiq edirik. Və bu Əhl-i-Sünnə və Cəmaənin etiqadıdır. Digər bidət firqələrə müxalif olaraq. Dedik ki, Quran-ı Kerim Allah Azze ve Celle'nin sözüdür və bu sözlər içərisində ən gözəlidir. Bax, buyurur ki Allah Azze ve Celle, Allah sözün ən gözəlini, yəni ayələri, bir-birinə bənzəyən və təkrarlanan kitab olaraq nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Yəni Quranın təhdidlərindən. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Ardıcıllığa bax. Təhdidlərdən ürpəşir, qorxuya düşür. Amma Allahı zikr etdikcə, Allaha yönəldikcə ümid, sevgi və yumşalır, qəlbləri yumşalar. Bu Allahın hidayətidir. Bax, bu ardıcıllıq Allahın bir hidayətidir. Təhdidindən qorxursan, sonra ümid bəsləyirsən, onu zikr eləyirsən, onu sevirsən, tanıyırsan, qəlbi yumşalır. Və bu Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər Allah Azze ve Celle. Allahın azdırdığı kimsə isə doğru yol göstərən olmaz. Allahın azdırdığını kim hidayət eləyə bilər ki? Allah Azze ve Celle bizləri özünün hidayət etdiyi kimsələrdən etsin. Amin. Allahümme amin. Və eyni zamanda Allah Azze ve Celle bax, xuşulu olmayan möminləri də qınıyır. Xuşusuz əməl edən möminləri qınıyır Quran-ı Kerimdə. Və onları kafirlərə oxşamaqdan çəkindirir ki, kafirlərə oxşamasınlar. Çünki kafirlər xuşusuz əməl edirlər. Hədid surəsi 16-cı ayə. Allah Azze ve Celle buyurur ki, möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması vaxtı gəlib çatmadı mı? Onlar özlərindən öncə kitab verilmiş kimsələr, yahudi və xəşpərəstlər kimi olmasınlar və olmadılar. Sahabələr onlar kimi olmadı. Quranı oxudular, tədəbbür etdilər, anladılar, qəlbləri yumşaldı, hidayətə yönəldi. Onların üzərindən Peyğəmbəri ilə özləri arasından uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasik kimsələrdir. Bax, bizlə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm arasında uzun bir müddət keçib. Qəlblərimiz sərtləşə bilər. Amma Quranı, Allahın nazil etdiyi bu haqqı doğru düzgün bir şəkildə oxsaq, xuşu ilə, təfəkkürlə, tədəbbürlə, bax, qəlblərimiz yumşalar. Bu Allahın haqqıdır, Allahın vədidir. Ayələr həmən ayələrdir. Sahabələrin qəlbi, bax, bu ayələrlə yumşalmışdı. Hansı ki, onlar ən sərt qəlblərə sahib idilər. Qız uşaqlarını diri-diri bastırırdılar torpağa. Düşmənçilik edirdilər. Bütlərə ibadət edirdilər. Amma Allah Azze ve Celle onlara bax, bu haqqı endirdi. O cür sərt qəlblər yumşaldı. Tövhidlə, Allahın sevgi ilə gözəlləşdi, nurlandı. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin əshabı oldu, cənnət əhli oldu onlar. Bu Quran vasitəsilə, bu Quranın nuru ilə, bu Quranın hidayəti ilə oldu bunlar hamısı, qardaşlar. Və biz də Peyğəmbər sallallahu aleyhi ve sellemlə nə qədər sonra yaşayırıq. Və bizim də qəlblərimizin sərtləşməsi, qəlblərimizin xuşusuzlaşması Qurandan uzaq düşdüyümüz qədərdir.
Peyğəmbər sallallahu aleyhi və səlləm yoxdur. Amma sünnəsi var. Hədislər var. Sən hədisləri oxuyanda sanki Peyğəmbər sallallahu aleyhi və səlləmi eşidirsən. Qəlbin yumşalır. Allah Azze və Cəllənin ayələri o gün necədir? Bugün də o cürdür. Biz etiqad edirik ki, Quran-ı Kərim təhrif olunmuyub. Bəzi bidət firqələr kimi, azğın firqələr kimi Quranın təhrif olduğu etiqadında deyilik. Deyirik ki, o gün olan Quran elə bugün də bizim əlimizdədir. Elhamdülillah. Ən böyük neymətdir. Təsəvvür elə. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələr oxuduğu, o daş qəlbli insanların muhsin, mümin, cənnət əhli olmasa səbəb olan Quran eyni zamanda bizim əlimizdədir, qardaşlar. Bizim də qəlbimiz isə sərtdir, xüşusuzdur, imanı zəifdir. Didilmiş, köhnəlmiş, cırılmış paltarın misalındadır imanımız, düzdür? Bax, onu o Quranın vasitəsilə biz imar edə bilərik. Allahın hidayəti ilə, Allahın sevgisi ilə, Allahın müvəffəqiyyəti ilə şübhəsiz ki. Ona görə Allahdan istəmək lazım. Amma eyni zamanda bizdən birinə lazımdır bir cəhd, bir mücadilə, bir çalışqanlıq, bir Allaha yönəlmə, Allahın sevgisinə yönəlmə, Allahın hidayətinə yönəlmə, tədəbbür etmə Quranı, qəflətdən oyanmaq. Bir ayə oxu, amma tədəbbürlə oxu. Bir ayə. Amma məsələn, sən Quranı xətm eləyə bilərsən, gecə-gündüz oxuya bilərsən, amma qəflət içərisində. Bunun sənə heç bir faydası olmayacaq. Sənin qəlbin sərt ki, sərt, daş ki, daş.